Putin İlham Əliyevə zəng etdi. Nələr müzakirə edilib? Azərbaycan Göyçə istiqamətində irəliyib, Ermənistanı qarışdıran xəritə. İran, İsraili və Amerika Birləşmiş Ştatları bazalarını vurdu. Ən iri miqyaslı hücum. İran, Amerika Birləşmiş Ştatları ilə danışıq şərtlərini açıqladı. Bakıdan Ermənistana 1023 ton taxıl yola salındı. Neft kəskin bahalaşdı. Maaş və pensiyalar artacaq, açıqlama. Martın 11-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə zəng edib. Axar TV xəbər verir ki, Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı liderlər Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar. Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq Azərbaycanla Rusiya arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət təsdiqlənib. Ermənistanda Azərbaycan ordusunun Geqarkunik, yəni Göyçə istiqamətində yeni post qurduğu iddiaları yenidən müzakirə mövzusuna çevrilib. Axar TV publika aza istinadla xəbər verir ki, bu iddia ilk dəfə 2025-ci ilin sentyabrında Postvoyna Telegram kanalında yayılmışdı. Ermənistanın keçmiş ombudsmanı Birlik Qanadları siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyan həmin vaxt mətbuat konfransı keçirərək məsələni gündəmə gətirmişdi. Ermənistanın Müdafiə naziri Surен Papikyansa parlamentdə çıxışında Tatoyanın yalan danışdığını bildirmişdi. Birlik Qanadları təşəbbüsü iddianı yenidən gündəmə gətirib. Antisülh mövqeyi ilə tanınan birliyin üzvləri əllərində Azərbaycanın yeni mövqelər əldə etdiyini sübut edən peyk görüntülərinin olduğunu iddia edirlər. Birliyin üzvü Narek Paronyan jurnalistlərə açıqlamasında bildirib ki, Geqarkunik, eləcə də Sotq və Vardenis istiqamətlərində mövqelərdə dəyişikliklər var. Onun sözlərinə görə Azərbaycan ordusu Geqarkunik istiqamətində yeni post qurub. Həmçinin Sotq Qızıl Yatağı və Vardenis istiqamətində 8 kənd vizual nəzarət altındadır. Paronyan iddia edib ki, Müdafiə Nazirliyi bunu təksib etsə də, peyk görüntülərinin araşdırılması zamanı bu faktlar üzə çıxıb və görüntülər bunu təsdiqləyir. O, təqdim etdiyi peyk görüntülərini Ermənistan Müdafiə Nazirliyinə də göndərib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Tarosyansa məsələyə münasibət bildirərək müxalifətin Azərbaycan ordusunun yeni postu kimi təqdim etdiyi mövqenin mövcudluğunu təsdiqləyib. Lakin o qeyd edib ki, SSR baş qərargahının xəritələrinə əsasən həmin mövqe Ermənistan ərazisində deyil. Tarosyan bildirib ki, Google Earth peyk xəritələri dövlət sərhədinin müəyyənləşdirilməsi üçün hüquqi əsas sayılmır və bu xəritələrdə ciddi səhvlər mövcuddur. Onun sözlərinə görə, Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi zamanı SSR baş qərargahının 1975-ci il tarixli topoqrafik xəritələrindən istifadə edir. Nazirlik həmin xəritənin ekran görüntüsünü də yayıb. Martın 11-nə keçən gecə İranın İsrail ərazisini və bölgədəki Amerika hərbi obyektlərini bombardman etməsi regionda münaqişənin eskalasiyası başlayandan bəri İslam Respublikasının ən iri miqyaslı hücumu olub. Axar TV xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Bu gecə həyata keçirilən Gerçək Vəd 4 əməliyyatının sonuncu 37-ci dalğası İranın bölgədəki düşmən qüvvələrə və obyektlərə qarşı ən iri miqyaslı əməliyyat olub. Televiziya qeyd edib. Məlumata görə raket və pilotsuz uçuş aparatlarının tətbiqi ilə həyata keçirilən bir neçə hücum azı 3 saat çəkib. Qeyd olunub ki, 37-ci dalğa zamanı Xürrəmşəhər raketlərindən istifadə edilib. Təl-Əviv yaxınlığındakı peyk rabitəsi mərkəzi,
Hayfa və Qərbi Qüdsdəki İsrail hərbi obyektləri hücuma məruz qalıb. Bundan əlavə, bildirilib ki, Amerika Birləşmiş Ştatlarının çoxsaylı hədəfləri, o cümlədən İraqın Ərbil şəhərindəki və Küveytdəki Amerika bazaları bombardmana məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu sonuncu hücum dalğası zamanı 2 tonluq döyüş başlığına malik raketin buraxıldığını bəyan edib. İran yaxın şərqdə davam edən hərbi münaqişə fonunda Amerika Birləşmiş Ştatları ilə mümkün danışıqlar üçün şərtlərini irəli sürüb. Axar TV xəbər verir ki, bu barədə Əl-Mayadin telekanalı məlumat yayıb. Məlumata görə Tehran yalnız bir sıra tələbinin yerinə yetiriləcəyi təqdirdə əlavə addımları müzakirə etməyə hazır olduğunu bildirib. İranın şərtlərinə müharibənin yenidən başlamamasına dair Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik zəmanətləri, İranın tam nüvə yanacaq dövriyyəsini inkişaf etdirmək hüququ və hərbi əməliyyatların nəticələrinə görə kompensasiya daxildir. Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən taxıl yüklü vaqonlar bugün Bakıdan yola salınıb. Axar TV xəbər verir ki, ümumi çəkisi 1023 ton olan taxıl yüklü 11 vaqon Ermənistan Respublikasına göndərilib. Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox, yəni 320 vaqon taxıl, həmçinin 610 ton, yəni 9 vaqon gübrə göndərilib. Neftin dünya bazarında qiymətinin rekord həddə yüksəlməsi iqtisadiyyata və valyuta bazarına mümkün təsirlərlə bağlı müzakirələri artırıb. Azərbaycanda isə 2026-2029-cu illər üçün dövlət büdcəsində neftin qiyməti 1 barel üçün $65 səviyyəsində götürülüb. Hazırda qiymətin bundan xeyli yüksək olması əlavə vəsaitin maaş və pensiyaların artırılmasına yönəldilməyəcəyi sualını gündəmə gətirib. Qlobal Infoaza danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, Amerika Birləşmiş Ştatları və İsrailin İrana hücum əməliyyatı başlayandan bəri neftin qiyməti təxminən 50% artıb. Səbəb Hörmüz boğazında yaranan vəziyyətlə bağlıdır. Neft hasil edən ölkələrdə infrastruktura zərbələr və daşımalarla bağlı risklər qiymət artımına təsir göstərib. Lakin neftin həddindən artıq bahalaşması Azərbaycanın iqtisadiyyatı üçün hər zaman müsbət deyil. Bu, idxalın artmasına və inflyasiyanın güclənməsinə səbəb ola bilər. Enerji daşıyıcılarının bahalaşması ərzaq və digər zəruri malların qiymətlərini də artırır və nəticədə ölkəyə inflyasiya idxalı baş verir. İqtisadçının sözlərinə görə, əvvəlki təcrübə neft qiymətlərindəki kəskin dəyişikliklərin riskli olduğunu göstərir. Məsələn, 2014-2015-ci illərdə neftin ucuzlaşması bank sektoruna ciddi təsir göstərmişdi. Bu vəziyyətdə əvvəlki illərdə qiymətlərin həddindən artıq yüksək olması və iqtisadiyyatda yaranan balansızlıqlar da rol oynamışdı. Ona görə də büdcədə neftin qiyməti $65 götürülsə də, hazırda bundan yüksək olması ölkəyə əlavə gəlir gətirir. Bu vəsait maaş və pensiyaların artırılmasına yönəldilə bilər. Lakin belə vəziyyət uzunmüddətli və sabit iqtisadi üstünlük hesab edilmir.